Deməli, Time-da 25-ci test tapşırığına baxırıq. Deyir, qeyri-allel genlərin qarşılıqlı təsiri mövcud olduqda qara və boz rəngli ada dovşanlarının çarpazlaşmasından. Bax, biz epistaz təsirdən söhbət gedir. Burada epistaz təsirdə epistaz təsirdə deyirdik ki, böyük S ilə böyük A bir yerdə olanda bu olur boz dovşanlar. Bəli, onda variantları yazaq. Ya böyük S, böyük A olacaq, ya böyük S, kiçik S, böyük A olacaq, ya böyük S, böyük A, kiçik A, ya da böyük S, deməli, yox, böyük S, ya da böyük S, kiçik S, böyük A, kiçik A versiyasında deməli olacaq. Bu böyük S-dir. Yəni bozun 4 dənə versiyası var idi və biz deyirdik ki, böyük S ilə böyük A bir yerə düşəndə o dovşanlar olur, deməli boz dovşanlar və 4 dənə versiya var. Mən epistaz təsir videosunun 1, epistaz təsir 1, epistaz təsir 2 videosunda dedim axı, bəzən elə verə bilər ki, məsələn, qara və deyir ki, qara və boz ada dovşanlarının çarpazlaşmasından. Burada qara ilə bozu soruşur. Bəli, qara və boz. Bozu tapdıq 4 versiya. İndi qaranı tapmalıyıq. Bax, bunlar hamısı bozdur. Bax, bu da bozdur. Yəni, bax, bunlar hamısı nədir? Boz. Versiyaları bunlar da. Yəni, bax, bu versiyaları da necə qururuq? Məsələn, biz deyirik ki, böyük S ilə böyük A bir yerə düşəndə genotipdə o dovşanlar boz olur. Genotipdə böyük S ilə böyük A-nın bir yerə düşməklərinə baxın. Böyük S, böyük A. Yenə burada böyük S gələcək, üzə çıxacaq, burada böyük A. Böyük S, kiçik S, böyük A. Yenə buradan böyük S üzə çıxacaq, buradan böyük A üzə çıxacaq. Böyük S, böyük A, kiçik A. Buradan yenə böyük S üzə çıxacaq, buradan da böyük A üzə çıxacaq. Çünki bu yanındakı A resessivdir. Böyük S, kiçik S, yenə böyük A, kiçik A. Buradan da belə böyük S üzə çıxacaq, buradan da böyük A üzə çıxacaq. Yenə də böyük S, böyük A fenotipi. Yaxşı, bozu bildik. İndi deyir, qeyri-allel genlərin qarşılıqlı təsiri mövcud olanda qara və boz rəngli ada dovşanlarının çarpazlaşmasından. İndi qaranı tapırıq. Qara nə zaman olurdu? Qara o zaman olurdu ki, deməli, böyük S ilə kiçik A bir dənə yerə düşsün. Böyük S ilə kiçik A. Bu da nə zaman olurdu? Bunun da versiyaları, səhv eləmirəmsə, qaranın isə deməli 2 versiyası var idi. Ya böyük S, kiçik A olmalı idi, ya da böyük S, kiçik A olacaq. Bax, bu 2 deməli versiya mümkündür. Bu dovşanlar da olacaq qara. İndi var ha, bax bizə demir axı. Məsələn, boz dovşana bax, hər iki əlamətə görə dominant homozigot boz dovşan demir axı, adını çəkməlidir. Və yaxud da ki, bir əlamətə görə hetero, digər əlamətə görə homozigot boz dovşan, bir əlamətə görə homozigot, ikinci əlamətə görə heterozigot boz dovşan, hər iki əlamətə görə heterozigot boz dovşan. Ad çəkmir, elə ancaq deyir ki, qara və boz rəngli ada dovşanlarını çarpazlaşdır. Qaranın da baxın, hər iki bir əlamətə görə dominant, bir əlamətə görə resessiv homozigot, bir əlamətə görə dominant heterozigot, digər əlamətə görə deməli resessiv homozigot. Yenə də burada demir. Məsələn, deyərdi ki, hər iki əlamət, bir əlamətə görə dominant, digər əlamətə görə homozigot resessiv qara dovşan desəydi, biləcəkdim ki, söhbət bundan gedir. Desəydi ki, bir əlamətə görə, dominant əlamətə görə heterozigot, resessiv əlamətə görə homozigot, biləcəkdim ki, söhbət bundan gedir. Amma elə bir ad çəkmədiyinə görə mən bütün növləri çarpazlaşdıracağam. Bax, bu birincini bunların ikisindən, sonra bu ikinci versiyanı bunların ikisindən, sonra bu üçüncü versiyanı bunların ikisindən, sonra bu dördüncü versiyanı bunlar. Deməli, bizim 8 dənə, 8 çarpazlaşdırma aparacaq. Gəlin başlayaq. Bura bir qoyum. Birinci çarpazlaşdırma. Gəlin baxaq. Böyük S, belə bir xətt çəkir. Aha. Böyük S, böyük A-nı çarpazlaşdırıram. Bax, bunun birincisindən. Böyük S, kiçik A. Bu nə verəcək? Böyük S, böyük A. Bu da verəcək böyük S, kiçik A. Burada bax, olacaq. Bu da böyük. Bir dəqiqə, bu da böyük S-dir. Böyük S-ləri biraz elə yazaq. Deməli, biləcək böyük S, böyük A, kiçik A. Ancaq nəsildə
birinci çarpazlaşmamızdan hansı dovşanlar olacaq? Boz. Ancaq boz. Ancaq boz. Bu variant deməli düzgün olur. Burada ancaq boz. Variantlarımıza bax deyir, diheterozigot boz dovşanlar meydana çıxa bilər. Diheterozigot boz dovşanlar meydana çıxmadı. Burada ancaq diheterozigot boz dovşan böyük S, kiçik S, böyük A, kiçik A'dır. Bunlar heç meydana çıxmadı burada. Deməli boz dovşanlar meydana çıxa bilər. Hələ onu dəqiq bilmirəm. Dihomozigot ağ dovşanlar meydana çıxa bilər. Yalnız boz və qara dovşanlar meydana çıxa bilər. Onu bilmirəm də, gərək hamısını deməli yazım sonra. Sonra ikinci, onları hələ indi deyə bilmirəm. İkinci, yenə də bax bu versiyanı bununla çarpazlaşdıracağam. Böyük S, böyük S, böyük A, böyük A-nı çarpazlaşdıracağam. Bax bu hələ ki ikinci versiya ilə çarpazlaşdıracağam. Böyük S, kiçik A, kiçik A-la. Bax bu bozla qutardım, bunun üstə üstəgəl qoyacağam ki, onu çarpazlaşdırdım, bitirdim. Bu verəcək böyük S, böyük A-nı. Bu verəcək bir dəfə böyük S, kiçik A, bir dəfə də verəcək kiçik S, kiçik A-nı. Bax bunları çarpazlaşdıranda böyük S, böyük A, kiçik A, bir dəfə də bununla bu gedəndə böyük S, kiçik S, böyük A, kiçik A. Bunların hər ikisi böyükdür. Aha, bax bu böyük S, böyük A bozdur bu. Bu nədir? Böyük S, bu da bozdur. Bu da bozdur, ancaq boz. Bax, diheterozigot boz dovşanlar meydana çıxa bilər. Bu variant düzdür. Baxın, diheterozigot boz dovşanlar meydana çıxdı. Böyük S, kiçik S, böyük A, kiçik A. Həqiqətən də diheterozigot boz dovşanlar meydana çıxdı. A variantı düzdür. İkinci, indi gedək ikinci, üçüncü variantımıza, üçüncü versiyamıza baxaq. İndi götürürəm ikincini. Böyük S, deməli, bu böyük S, kiçik S, böyük A, böyük A-nı çarpazlaşdırıram. Aha, deməli böyük S, kiçik S, böyük A, böyük A-nı çarpazlaşdırıram bir dəfə bununla. Böyük S, böyük S, böyük S, böyük S, kiçik A, kiçik A-nın. Deməli bu verəcək bir dənə böyük S, böyük A qametini, bir dəfə də verəcək kiçik S, böyük A qametini. Bu isə bir dənə böyük S, kiçik A qametini. Gəlin çarpazlaşdırmamızı aparaq. Bu böyük S-dir. Böyük S, böyük S, böyük A, kiçik A. Buradan da olacaq böyük S, kiçik S, böyük A, kiçik A. Böyük S, böyük A yenə boz. Diheterozigot boz dovşan burada da yarandı. Bu da boz. Sonra bizdən nə soruşur? Dördüncü versiyaya da baxaq. Deməli, indi bunu mən nəyi çarpazlaşdırdım? Böyük S, kiçik S-ni, bunu, demək bunlar indi bu variantla çarpazlaşdıracağam. Bax, böyük S, kiçik S, böyük A, böyük A-nı çarpazlaşdıracağam. Böyük S, kiçik S, kiçik A, kiçik A ilə. İndi bu bir dənə böyük S, bir dənə böyük A qametin verəcək. Bir dənə də kiçik S, böyük A qametin verəcək. Bu da bir dənə böyük S, kiçik A qametin, bu da kiçik S, kiçik A qametin. Gəlin baxaq, bununla bu çarpazlaşanda böyük S, böyük S, böyük A, kiçik A, bununla bu çarpazlaşanda böyük S, böyük A, böyük S, bir dəqiqə, kiçik S, böyük A, kiçik A. Bu kiçik S-dir. Aha, sonra böyük S, kiçik S, böyük A, kiçik A, bir dəfə də bundan bu. Kiçik S, böyük A, kiçik A. Gəlin baxaq, bax, burada qara əmələ gəldi. Bir dəqiqə, burada ağ əmələ gəldi. Böyük S ilə böyük A. Burada boz əmələ gəldi. Kiçik S ilə, burada bir dəqiqə, böyük S ilə kiçik A var. Biz deyirdik ki, böyük S ilə kiçik A bir yerə gələndə qara olur. Bir dəqiqə. Deməli, bu kiçik S imiş, bu böyük S imiş. Belə yazanda adamı çaşdırır. Böyük S, böyük A burada oldu boz. Bu da böyük S, böyük A burada oldu boz. Deməli, 3 boz, 1 qara və 1 ağ əmələ gəldi. Ağ. Ağ burada soruşurdu ki, dihomozigot ağ dovşanlar meydana çıxa bilər. Bu dihomozigot ağ dovşan deyil.
Amma ağ dovşanlar meydana çıxa. Bir dəqiqə, bax 5-ə bax deyir 2 sort qamet hazırlaya bilən ağ dovşanlar meydana çıxa bilər. Bəli, bax bu ağ dovşan var ha, əmələ gələn bu 2 sort qamet hazırlayır. Bir dənə kiçik S böyük yanı verir, bir dənə də kiçik S kiçik yanı. Deməli, bax 5-ci variantımız düzdür, 5-ci variantımız düzdür, birinci də düzdür. Birinci düz olmuşdu, 5-ci düz olmuşdu. Deyir ağ, qara və boz dovşanlar meydana gələ bilər. İndiyə qədər bax boz alınıb, ağ alınıb, boz alınıb. Burada da boz. Amma qara hələ ki meydana çıxmayıb. Gəlin ona görə də çarpazlaşmalarımızı davam eləyək. 5-ci isə götürəcəm. Gəlin hər iki əlamətə görə ən çox heterozigot olanı götürək ki, daha çox kombinasiya alınsın. Böyük S, kiçik S, məsələn, böyük ya kiçik yanı götürüm. Deməli götürüm böyük S, kiçik S, böyük S, kiçik S, kiçik A, kiçik A ilə. Bu versiyanı götürək. Deməli bu verdi bizə böyük S, deməli bu bizə verdi böyük S, böyük A, böyük S, böyük A, böyük S, kiçik A, kiçik S, böyük A, bir də kiçik S, kiçik A. 4 dənə qamet. Bu isə bizə verəcək 2 dənə qamet. Ya böyük S, kiçik A, ya da kiçik S, kiçik A. İndi gəlin bu qametləri bir-birinə vuraq. Bax, birinci bu qameti bax, bunların hər birinə vuraq. Bir dəqiqə, bunu da işarələyim ki, bilim bununla bitirdim. Yazaq. Böyük S, böyük S, böyük A, kiçik A, böyük S, böyük S, kiçik S, böyük S, kiçik S, böyük A, kiçik A. İkisinə də vurduq. İndi keçirik bunu vurmağa. Böyük S, kiçik A, kiçik A. Söhbət bunu buna vurmağımdan gedir. Sonra böyük S, kiçik S. İndi bunu buna vururuq. Kiçik A, kiçik A. Sonra indi sıra gəldi buna. Bax bunu buna vuracağıq. Sonra da bunu buna vuracağıq. Kiçik S, böyük yanı. Deməli böyük S, kiçik S, böyük A, kiçik A. Kiçik S, kiçik S, böyük A, kiçik A. İndi kiçik S, kiçik A-nı vuracağam. Deməli böyük S, kiçik S, kiçik A, kiçik A, kiçik S, kiçik S, kiçik S, kiçik A, kiçik A. Aha, indi gəlin bunların genotiplərini yazaq. Görək burada hansı tip dovşanlar alına bilər. Bax böyük S, böyük A bir yerdədirsə, bu olacaq boz. Yenə böyük S, böyük A bir yerdədir, boz. Böyük S, kiçik A, qara meydana çıxdı. Baxın, burada qara əmələ gəlib. Böyük S, kiçik A, böyük S, kiçik A. Bax, bu da yenə qara. Böyük S, kiçik A. Sonra böyük S, böyük yox, bu bozdur. Bax, burada ağ da əmələ gəlib. Ağdır. Bu da ağdır, bu da ağdır. Bax, bu axırıncı versiya var ha. Böyük S, kiçik S, böyük A, kiçik A-nı vurdum. Böyük S, kiçik S, kiçik A, kiçik A-ya. Bax, burada nə oldu? Həm boz əmələ gəldi, həm ağ əmələ gəldi, qara əmələ gəldi. Bax, 2 dənə qara var. Boz da əmələ gəlib. Yəni, bütün versiyalar burada əmələ gəldi. Və məndən bax soruşur ki, deyir ki, bax, deyir yalnız boz və qara dovşanlar meydana çıxa bilər. 3 səhvdir. Çünki ağ da alındı da. Çünki bax burada ağ alınıb. 3 dənə ağ alınıb. Ona görə 7 ağ, qara və boz dovşanlar meydana gələ bilər deyə 4-ü də düz götürəcəyik. İkinciyə baxaq, deyir dihomozigot ağ dovşanlar meydana çıxa bilər. Dihomozigot bax bu da ağ dovşan. Böyük kiçik S, kiçik S, kiçik A, kiçik A. Dihomozigot ağ dovşan da meydana çıxdı. Deməli bax burada diheterozigot boz dovşanlar meydana çıxa bilər, düzdür. Çünki bayaqları diheterozigot boz dovşan harda çıxmışdı? Bax, elə burada çıxmışdı meydana, 3-cü versiyada. Sonra, yer yalnız boz və qara dovşanlar meydana çıxa bilər. Bu səhvdir, çünki ağ da əmələ gəldi. Ağ, qara və boz dovşanlar meydana gələ bilər, düzdür. Deyir, 2 sort qamet hazırlaya bilən ağ dovşanlar meydana çıxa bilər. Bax, 2 sort qamet hazırlaya bilən ağ dovşan bayaqları 4-cü versiyada çıxdı üzə. Bu, kiçik S, böyük A, kiçik A, ağ dovşanda. Kiçik S, böyük A, bir də kiçik S, kiçik A qametini hazırlayır. Burada hamısı düz deyil. Bir dənə cavablardan 3 səhvdir. 3 götürməyəcəyik. 1, 2, 4, 5 cavab B variantı.